İlyas Efendi Söğütlü Arx hekayəsindən. Hoş dinləmələr. İkinci hissə. İnstitutumuzun direktoru Nazirə müraciətlə dedi: "Bəlkə Nuriyanı burada saxlayıb dram teatrına verəsiz. İstedadlı gəncləri yetişdirmək lazımdır." "Doğrudur," deyə nazir təsdiq etdi. "Ancaq dram teatrında hələlik bir yer yoxdur." Bununla da hər şey qutardı. Bir neçə gündən sonra mən Güney Qışlaq adlı uzaq bir kəndə, mədəniyyət evinə təyinnamə alaraq şeylərimi yığışdırmaq üçün yataqxanaya gəldim. Heç bir kəsim olmadığından yayı da, qışı da institutun yataqxanasında yaşayırdım. Dərslər qurtarandan sonra isə hamı çıxıb yay istirahətinə gedər, bütün binada bir mən, bir də gözətçi Ələsgər dayı, arvadı ilə Güllü xala qalardım.